Otaqda yalnız Alyosha var. Pəncərədən ay işığı düşür. Qapı yavaşca açılır, İvan içəri girir. İvan sakit, amma yorğun. Burada gizləndin deməli. Alyosha gülümsəmədən, gizlənmirəm. Sadəcə sükut axtarıram. Uzaqdan atanın gülüşü eşidilir, sonra kesilir. İvan, o evdə qalmaq çətindir. Xüsusən onunla. Alyosha, qaçmaq daha asandır. Amma doğru deyil. İvan acı təbəssümlə, sən həmişə doğruluğu seçirsən. Mən isə sualları. Bir addım yaxınlaşır. De görüm, insan hər şeyi bağışlamalıdırmı? Alyosha sakit, qəti. Bağışlamaq, unutmaq deyil. Amma nifrətlə yaşamaq insanı məhv edir. İvan başını aşağı salır. Bəzən düşünürəm, əgər bir gün faciə baş versə, hamımız günahkar olarıq. Bəli, sözsüz qalan da günahkardır. İvan Alyoshaya baxır. Qorxmusan? Qorxuram. Amma qorxu ilə yaşamaqdan çox, vicdansız yaşamaqdan qorxuram.